Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycanlı iş adamı saxlanılıb. APA'nın Rusiya bürosu xəbər verir ki, bu barədə RBK məlumat yayıb. Bildirilib ki, Sankt-Peterburq polisi külli miqdarda dələduzluqda şübhəli bilinən qonşu ölkələrdən birindən olan tikinti şirkətinin baş direktorunu saxlayıb. Yerli jurnalistlərin məlumatına görə iş adamı Azərbaycandan gəlib. Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə mətbuat xidmətindən RBK-ya verilən məlumata görə, Sankt-Peterburqda ümumi məbləği 46 milyon rubldan çox olan bir sıra dələduzluqda şübhəli bilinən tikinti şirkətinin 32 yaşlı baş direktoru saxlanılıb. Qeyd olunub ki, faktlarla bağlı Cinayət Məcəlləsinin 159-cu dələduzluq maddəsi ilə cinayət işi açılıb. Polisin məlumatına görə cavabdeh yaşayış binalarının tikintisinə investisiya cəlb etmək və sonradan icarəyə vermək bəhanəsi ilə hərəkət edərək 3 Sankt-Peterburq sakininin pulunu dələduzluq yolu ilə ələ keçirib. İş adamı Pargalova kəndinin Volогодskaya küçəsindəki şəxsi evində saxlanılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə axtarış zamanı təhlükəsizlik qüvvələri tərəfindən daşınmaz əmlaka dair sənədlər, mobil telefon və pul götürülüb. 78.ru portalının məlumatına görə saxlanılan şəxs Azərbaycan vətəndaşıdır. Onun evində təhlükəsizlik qüvvələri 175 min rubl və 500 dollar tapıblar. Nəşrin məlumatına görə saxlanılan şəxs Amurov Qrup MMC-yə rəhbərlik edir və iş Sankt-Peterburqlu sahibkarların müvafiq olaraq 9,6 milyon və 22 milyon rubl aldadılması ilə bağlı 2 epizoddan gedir.